Nizami Gəncəvi intibah dövrünün dahisi olaraq bütün əsərlərində yeni insan biçimini öz obrazları vasitəsilə nümunəyə çevirir. O, yerin əşrəfi olan insanı aciz, taleyin gərdişindən asılı şəkildə görmür. Əksinə, onu düşüncəli məxluq olaraq öz taleyində məsuliyyətli, əməlində doğru, iblisani var dövlətə aldanmayan, yüksək toxluğa, mənəvi toxluğa malik bir varlıq olaraq qələm alır. O, bu oyanışın düz mərkəzində söz vasitəsilə ali insanın möhtəşəm heykəlini ucaldır. Şəraitdən asılı olmayaraq insanın hər zaman daha kamil yetişməsinin vacibliyini vurğulayır. Qabil yerdə sudan insan da bitər. Belə yer olmasa su qalmaz, itər deyirdi şair. Elm, təhsil, kamillik, savad Nizami əsərlərinin əsas qayəsidir. Elə bu səbəbdən yaratdığı hökmdar obrazlarını belə davamlı sınaq mərhələləri ilə istədiyi ucalığa gətirə bilir. Şərqin 11-12-ci əsrdə keçdiyi intibah yolunu Avropa çox sonra 14-cü əsrdə keçmişdi. Əgər Şərqin başı daimi davamlı müharibələrə qarışmasaydı, 11-12-ci əsrlərin intibah yüksəlişi bizi texniki şuur inqilabına, tərəqqisinə daha tez yaxınlaşdırardı. Nə yazıq ki, elə əql pikinə çatar-çatmaz yenidən basılmışıq, bayıldığımız zamanlarda isə xurafat zülmətinin içində eşələnmişik. Özümüzə güclə gəlib, sonra yenə irəli, sonra yenə geri getmişik. Bu minvan ilə 21-ci əsrə sınıq, salxaq şəkildə gəlib çatmışıq. Nizami yaratdığı obrazlar vasitəsilə ədalətli, həssas, ruhən zəngin insana çevrilməni öz taleyinə, düşüncə və əməllərinə hakim olma məntiqinin sonunda görürdü. Baxmayaraq çoxumuz Nizaminin Xosru və Şirin poemasını daha çox sevirik, amma Nizami özü 7 gözəlinin ona böyük uğur gətirəcəyinə çox inanırdı. Dedim ki, bir əsər yaradım gərək, incə naxışlara kəsilsin, bəzək deyirdi şair. Çoxları 7 gözəldə astronomik, fəlsəfi çalarlar axtarışında olduğu halda burada gözəllər tərəfindən danışılmış hekayətləri fantastik ədəbiyyat nümunəsi hesab edə bilərik. Yəni, 7 gözəl Azərbaycan ədəbiyyatında ilk fantastik əsərdir. Nizami bu fantastikaya birbaşa giriş etmir. Onun bu əsəri də digər əsərləri kimi ardıcıl xətt üzrə inkişaf edir. Obrazın doğuluşu, hökmdarlığa gəlişi, müəyyən xırdapara islah etmələr, taxt-tac uğrunda mübarizə, iç-dış düşmənçiliyi və obrazların ölümü. 7 gözəl tərəfindən danışılan hekayətlər isə sanki tamam ayrı, bitkin bir əsərdir. Əsərin əvvəli və sonu sanki sonradan bu bölümə birləşdirilib. Nizami bu əsərin mükəmməlliyini daha çox inanırdı bu əsərin mükəmməlliyinə. Elə bu səbəbdən də əsərinin əvvəlindən bu Cəbrail təbim cin qələmimlə çəkər səhifəyə cizgilər belə söyləyirdi. Qeyd edim ki, o zamanlar şairlər ən gözəl şeirlərinin fövqəl bəşər, yəni cin adlı bir varlığın təbə gətirilməsi ilə yazılmasına inanırdılar, söyləyirdilər. Yəni, Hötenin Faustu kimi Nizami də belə bir əsəri ərsəyə gətirmək üçün sanki fövqəl bəşər bir qüvvə ilə, iblislə, cinlə müqavilə imzalamışdı. Doğrudur, 7 gözəldə 1001 gecənin tərsirlənmələrini görürük. Hər halda 1001 gecəni də Şərqin ilk fantastik incisi hesab edəriksə, Nizami Gəncəvinin 7 gözəlini Azərbaycan ədəbiyyatının ilk fantastik üslubda yazılmış əsəri hesab edərik. Zaten şifahi, dildən dilə gəzən nağıllarımız fantastik çalarlarla olduqca zəngindir. Bəhram Şahın qarşılaşdığı sınaqlar. İlk sınaq. Nizami bütün əsərlərində usanmadan, yorulmadan yaxşılığa, doğruluğa, həqiqətə gedən yolun koordinatlarını göstərir və bu fani dünyanın malına, mülkünə uymamağı tövsiyə edir. O öz ampluasına uyğun olaraq həvəslə təsvir etdiyi hökmdarları əsas məcraya, daha doğrusu istədiyi məcraya və yaxud biraz da dəqiq ifadə etsək, ali insanlığa gedən yola gətirib çıxarmaq üçün əsərlərində müəyyən sınaqlar, tramplinlər təşkil edirdi. Sanki qarşıya çıxmış hər bir sınaq həllini tapandan sonra növbəti sınağa keçid gerçəkləşirdi. Bir sözlə, tilsim bir-bir açılırdı. Nizaminin əsərlərində qəhrəman obrazları İskəndərdən başqa hamısının nəzir niyazla dünyaya gəlişinin şahidi oluruq. Belə bir tali Bəhram obrazının da doğuluşunda özünü göstərir. Bəlkə də Nizami bu üsulla obrazının qeyri-adi Bəni Adəm övladı olmasını vurğulamaq istəyir. Ola bilər.
Nizami Gəncəvinin sayca 4-cü əsəri olan 7 gözəldə təsvir olunan gənc, çılğın və qüvvətli hökmdar Bəhramın 22 yaşı var. Onun hökmdar atası xalqın sevimlisi deyil, əzazil və ədalətsiz bir hökmranlığa malikdir. Bəlkə də elə xalqını incitdiyi üçün insanların bədduasından 20 il övlad həsrəti ilə qovrulur və verdiyi nəzirlərin nəticəsində alqış qazanaraq övlada sahib olur. Bir sözlə, Bəhram günəş kimi doğulur. Zamanla adının yanına əlavə bir güc də gələrək Bəhram Güra çevrilir. Nizami digər obrazlarında olduğu kimi Bəhram şahı da pillə-pillə kamilliyə hazırlayır. O ilk olaraq hökmdarın səxavətini yoxlamaq üçün onu xəzinə ilə sınağa çəkir. Onu gürün izi ilə xəzinəyə gedən yola çıxarır. Bəhram bu xəzinəyə sahib olunca özünü itirmir, əksinə onu bölməyi, pay ayırmağı bacarır. Mal-mülk xəstəliyinə mübtəla olmur. Nizami obrazının fonunda xitab etdiyi hökmdarlarını şöhrət başgicəllənməsindən qurtarmaq istəyir. Hər nailiyyətdən sonra öz hökmdarının çiyninə dərviş əbası ataraq onu soyuq və sakit olmağa, dünya malına həvəslənməməyə, uçurumdan xilas olmağa çağırır. Yüklətdi 10 dəvə, bol cəvahirat. Ata hüzuruna yolladı sovqat. Münzirlə Neymana layiqdir deyə 10 yük zərif əşya etdi hədiyyə. Hər kimə istəsə qalan varından payladı, qorxmayıb hesablarından. Bəhram şahın ikinci sınağı taxt və tac idi. Bəhramın atası Yezdigird ölkəsini ədalətlə idarə etmirdi. O səbəbdən də ordu və əyyanlar hökmdar öldükdən sonra hakimiyyətə onun nəslindən olan kimisə gətirmək istəmirdilər. Görmüş Yezdigirddən ölkə əziyyət, odur alınmadı saya bu cürət. Dedilər Bəhrama yaxın getməyək, ölümdən xəbərdar onu etməyək. Ərəblər olmuşdur ona pərəstar, İran torpağına olsa hökmdar, ərəblərə xəzinə, səltənət verər, Farsa əzab verər, əziyyət verər. Yezdigirdən sonra hakimiyyətə onun oğlu deyil, şəcərəyə, hökmdar nəslinə qəti aidiyyatı olmayan qoca gətirilir. Bəhram əsərdə ikili reaksiya göstərir. Öncə çılğınlıq nümayiş etdirir, sonra isə soyuq ağılla düşünməyi və emosiyasız hərəkət etməyi doğru sayır. Sonra fikir elədi çevrilsin şirə, döyüşsün əl atsın iti şəmşirə, çalıb qılıncını nərələr saçsın, döyüş qapısını qəzəblə açsın. Lakin düşünərək dedi özünə, ağılla dolansan, yaxşıdır yenə. Çıxartdı İranlı qəlbindən bizi, unutdu bilmərrə hörmətimizi. Mənsə qoy olmayım amansız qəddar, yumşaqlıq hər şeyə açardır, açar. Şəcərəyə, nəslə aidiyyatı olmayan bir qocanın hakimiyyətə gətirilməsi nə qədər demokratik səslənsə də, o zamanın tabularının qırılması demək idi. Nizami qorxmadan şahmat taxtası üzərində bu gedişatı edir və bunun məntiqi izahını verir. O öncə xalqın düşüncəsini dilə gətirərək demokratik seçimi ön plana çıxarır, əzabın, zillətin bar vermədiyini, qəddar şahın yaddaşlarda elə qəddar olaraq xatırlandığını və hakimiyyət keçidinin atadan oğula olsa belə mütləq monarxiya, xalq heysiyyatının da mövcudluğunu diqqətə çatdırmaq istəyir. Yəni, hakimiyyətə keçid ardıcıllığı qanuni icazədə olsa da, zillət və qəddarlığa dözməyən xalq bu qanunu yerlə yeksan edə bilər. Həqiqətini dilə gətirir. Bəhram atasının etdiklərindən sonra eyni ab-hava ilə hakimiyyətə gəlmənin mümkün olmadığını dərk edirdi. Bilirdi ki, qılıncına qılıncla cavab verilə bilər. Nankör olmaları yaxşıdır, əlbət. Gün gələr ki, onlar da çəkər xəcalət. Xəyanət üzündən xəcil olan mərd, yaxşı deyil ona, sən də vermə dərd. Xəcalət çəkəni etməzlər zəlil. Bu zülümkarlıqdır, ədalət deyil. Yolundan azlısa İranlılar mən, eyləyirəm onları yenə şah sevən. Ovçu səbirsizlik göstərsə əgər, oxu nişanəyə deyməz, yan gedər. Bəhram İranlılara ünvanlanmış məktubunda həssas məqamlara ustalıqla toxunaraq diplomatik jest edir. Bir zamanlar onu hakimiyyətdə görmək istəməyən şəxslər Bəhramın siyasi-ictimai fikirlərini bəyənir. Əslində Nizami burada hakimiyyətə yiyələnmək psixologiyasını həm də bizim üçün açmış olur. Şərə güclə deyil, xeyirlə cavab vermənin vacibliyini vurğulayır.
Hökmdar ədalət və müdrikliyi ilə əyanların rəğbətini qazanmaqla yanaşı, həm də Bəhramgür iki yırtıcı şirin arasından tacını da götürüb başına qoyunca öz müdrikliyinin paralelində qüvvət və cəsarətini də isbat etmiş olur. Nizami burada güclə bərabər hadisələrə siyasi yanaşmanın da vacibliyini vurğulayaraq, sülh yolu ilə məsələlərin nizamlanmasını, 100 müharibədən, qan qadadan daha üstün olmasını xüsusilə diqqətə çatdırır. Eynilə, döyüşdə düşməni ilə üz-üzə gələn Koroğlu misalı kimi qılınc çəkmədən öncə sazla, sözlə qarşı tərəfi ram etmə, sülhə gətirməyə doğru addım atır. Bəhramgür ikinci sınaqdan da üzə ağ çıxır. Birinci sınaqda nəfsinə qul olmamaqla, ikinci sınaqda isə müdriklik yolu ilə məsələni öz xeyrinə həll edərək səxavət nümayiş etdirir. Üçüncü sınaq sadə insanlardan fərqli olaraq hökmdarlar iki qat mərhəmətli olmaq məsuliyyətini unutmamalıdır sınağıdır. Yəni elə Nizami Gəncəvi də bu aclıq, səfalət səhnəsini yaratmaqla hökmdara səxavəti və mərhəməti tanınmaq şansını verir. Mərhəmətli tanınmaq şansını verir. Bir il getdi bütün əməklər bada, qəhətlik başladı geniş dünyada. Qıtlıq yeyintinin yolunu kəsdi, insan ot otladı, titrədi, əsdi. Dünya bu qıtlıqdan bezikdi, gerçək, göfər qiymətinə satıldı çörək. Yığılsın bir yerə əmin adamlar, açılsın ambarlar, dən dolu damlar. Varlılarla həmən razılıq olsun, yoxsulun torbası havayı dolsun. Dəndən ödənəndə o pay alanlar, tökülsün quşlara yerdə qalanlar. Acından ölməsin dövründə bir fərd. Yoxsula yol açdı, razıydı hər an. Tacıdar bəxtindən, cəmaat ondan. Bəhram Şahın 4-cü sınağı qadın idi. Bəhram xəzinə, taxtaca sahiblənmə və aclıq sınağından üzü ağ çıxdı. Hər üç halda müdrikliyi onun köməyinə gəlir və onun mərhəmətli, ədalətli, rəhimdil hökmdar olması hər üç sınağın ardından sübuta yetirilir. 4-cü sınaqda isə Bəhram Şah egosunun fitnəsinə düşür. Daha doğrusu sevimli kənizi tərəfindən ovçuluq məharətinin adi qəbul edilməsi onu hövsələdən çıxarır. Bir qadın tərəfindən afərin belə eşitməyən hökmdar sanki özünü axşaqlanmış hiss edərək bu məharət qarşılığında laqeydlik nümayiş etdirən fitnəsinin öldürülməsinə qərar verir. Burada müxtəlif məqamlar ortaya çıxır. Birinci, niyə görə böyük hökmdarın bir qadının qiymətinə ehtiyacı olsun ki? Hakimiyyətin taxt tacın başında dayanan əyyanlarından, nökərlərindən kifayət qədər tərif alan, bu tərif yağışının içində xumarlanan hökmdar niyə bacarığının fitnə tərəfindən qiymətləndirilməsini istəyirdi? Birincisi, fitnə adının seçilməsi Nizami Gəncəvi tərəfindən təsadüfi olmayıb. 4-cü sınağı ilə fitnə sınağı da adlandıra bilərik. Adətən insan psixologiyasında belə bir xüsusiyyət vardır ki, insan dəyərli, əziz bildiyinin gözündə ucalmaq istəyir. Elə sarı donlu Selcan xatunun eşqinə çox vaxt kişilər şücaət nümayiş etdirərdilər ki, bacarığını sübut etsin və qarşısındakı insandan özünün layiq olduğu qiymətini alsın. Elə övladlar da valideynlərinin xoşuna gəlmək üçün onların qiymətini almaq üçün çalışqan olurlar. Bu baxımdan fitnə Bəhram üçün də olduqca əziz, sevimli, istənilən adam idi. Öncəki üç sınaqda Bəhram hər dəfə müdriklik sərgiləyərək qalib gəlirdi. Çünki hər üç sınaqda o ağlın fəzilətinə üstünlük vermişdi. Ağlın diktəsi ilə hərəkət edirdi. Ağlına tabe idi. Fitnə sınağında isə emosiya, his ön plana keçdiyi üçün müdriklikdən uzaq olan belə bir qərar verilir. Çünki Bəhram hökmdar olsa belə bütün zənginliklərin, varın, dövlətin fonunda adi insan kimi öz qiymətini gözləyirdi və bunu ən sevimli kənizindən görmək istəyirdi. Qarabaş hiləgər, ədalı fitnə, göz yumdu padşahın şücaətinə. Hökmdar bir müddət səbr edir. Nizami bunu xüsusilə qeyd edir. Hökmdar bir saat səbr etdi, baxdı. Ta uzaqdan bir gür qaçmağa qalxdı. Şah dedi, söylə bir tatar gözlü sən, almayırsan onu, ovu gözünə nədən? Belə bir ovçuluq sığışmaz sözə, girməz əlbəttə ki, elə dar gözə. Bax, o gur çaparaq gəlir uzaqdan. Harasından vurum? Başdan, dırnaqdan.
Lirik ricat hissəsində bütün əsərlərində qadın qüvvətini, ağlını, məntiqini uca tutan Nizami Gəncəvi bu anda iki sətirlik kişi psixologiyasına, təbiətinə uyğun bir fikir sərgiləyir. Şəkər dodaqlıda çoxdur kübrinaz, qadındır, qadınlar olur boş boğaz. Fitnənin istəyi ilə aşağıdakı misralarda tanış oluruq. Dedi, inanıram qüdrətinə mən, onun dırnağını başına tiksən. Fitnə hökmdarın qarşısında ağır, şərtli məharət tələbi qoyur. Bu istəyi gerçəkləşdirmək üçün hökmdar Fitnənin tələbinə uyğun ağıllı bir taktika düşünür. Əvvəlcə istədi, küruhə kaman, içinə girdə daş qoyaraq həmən, atdı qulağına saldı şikarın, elə bil canını aldı şikarın. Yazıq gür qaldırdı tez ayağını, qurtarsın xətərdən öz qulağını. Şahın ildırıma döndü peykanı, nura qərq eylədi bütün dünyanı. Dırnağından keçib başını dəldi, dırnağı başında gür yerə gəldi. Şah məharətli ovçuluğunun tərifini gözlədiyi halda etinasızlıq görür. Söylədi, şah buna etmişdir adət. Sayılmaz heç yerdə adət, məharət. İnsan etsə əgər bir işə vərdiş, çətin olsa belə, görülən bu iş zənn etmə əməlin şücaətindəndir, güclükdən deyil, bu adətdəndir. Atasının ölümündən sonra öz əyyanları tərəfindən taxtdan uzaqlaşdırılan, sınaqlara sinə gərən Bəhram Şah bu səhnədə emosiyasına hakim ola bilmir. Adətən hökmdarlar, başçılar məhz belə məqamlarda uduzurlar. Belə olmasaydı, nağıllarımızda vəzirin vəhşi heyvanları yemləyərək özünə dost etməsi səhnələrinə rast gəlməzdik. Çünki anidən emosiyanın nəticəsi olaraq verilən qərar ən yaxın əyyanların ölüm hökmü ilə nəticələnə bilirdi. Necə ki, Fitnə də az qala bu emosiyanın qurbanı olacaqdı. Şaha ağır gəldi sözü Fitnənin, balta yer elədi ağacda dərin. O füsünkaraya dəyişdi rəftar, şah öz qəzəbini eylədi aşkar. Şair ardından hökmdarın xüsusiyyətlərinə, xasiyyətlərinə məxsus məqama da ışıq salır. Şahlar intiqama başlarsa əgər, hirsi yatsın deyə qızar, qan tökər. Bəhram Şah qadına əl qaldırmağın rəzillik olduğunu bilsə də, pərtlik hissi ona güc gələrək kənizinin ölümünə fərman verir. Bir sərhəng vardı ki, nəsli çoxulu, şir kimi acıqlı, qurd tək qorxulu. Şah onu çağırdı yanına xəlvət, dedi ki, Fitnəni apar və məhv et. Dövlət sarayında o bir fitnədir, fitnə ölməlidir, ağıl hökm edir. Maraqlıdır, nədən Nizami əsərlərində dərs verən, islah edən tərəf kimi qadına üstünlük verir? Qadınlar Yunan mifologiyasının moyraları kimi sanki tali düzənini səhmana salan tərəf kimi göstərilir. Daha doğrusu, qadın kişini özünə gətirən, düşüncələrini tərpədən, yenidən düşünməyə və qərar qəbul etməyə yardım edən tərəf olaraq xarakterizə olunur. O bir bənd kimi çay axınının məcrasından çıxmasının qarşısını alır. Ağıl tərəfi kimi emosiya üzərinə sərin su çiləyir. Belə olmasaydı, 1001 gecənin kişi qəhrəmanı Şəhrizadın nağıllarının 1001 gecə dinləməzdi. Sufi buddist təlimlərində də qadın katarsis tərəfi kimi göstərilir. Zaten həyatda da kişi öz qadını ilə sınağa çəkilir. Kişi qadının isməti ilə kişilik statusuna yiyələnir. Kişinin necəliyi qadınından asılı olur. Qadın istəsə əfəndisini vəzir, istəsə də rəzil edə bilər. Yəni şükriyələr olmasaydı, Əhməd Cavadlar bütün cəsarətlərinə rəğmən qüdrətli görünməzdilər. Demək, qadının düşüncəsi, məntiqi, ağlı, necəliyi kişinin növbəti taleyini müəyyənləşdirir. Necə ki, Yunan mifologiyasının qüdrətli Zevsi fitnə, nifaq ilahəsi tərəfindən məclisə gətirilmiş almanı kimə verəcəyi qarşısında aciz görünür. Üzərində ən gözəlinə verilsin yazılmış alma, ətrafında 3 qadın ilahə mübahisə edir. Afina Pallada, gözəl Afrodita və Zevsin arvadı Hera Zevsdən cavab gözləyir.
Bu məsələdə Zevs aciz qalır. Elə bu sualı çözmək məqsədi ilə yer insanına müraciət eləyir. Bununla da özünü qadın söz söhbətindən uzaqlaşdıraraq cəngavər Parisi fırtına ilə üz-üzə qoyur. 3 ilahə Parisin yanına gedərək ona vədlər verir. Afina Pallada, Hera, almanın onlara veriləcəyi müqabilində gənc Parisə qüdrət və hakimiyyət vəd etsələr də Paris almanı gözəl Afroditayı təqdim edir. Niyə? Çünki qolu qüvvətli Paris bilirdi ki, istəsə hakimiyyətə, dövlətə özü də sahib ola bilər. Amma gözəl qadına sahiblənmək bu artıq bəxt məsələsidir. Bu bəxt hər kişinin taleyinə yazılmaz. Bu səbəbdən də Afroditanın almanı mənə versən dünyanın ən gözəl qadını sənə verərəm vədinin üzərində dayanır. O səbəbdən də Paris bu gözəl qadına yetmək üçün bütün fırtınalardan keçməli olur. Onu başqa bir kişinin ocağından uğurlayır, nəticədə isə böyük müharibə ilə üz-üzə qalır. Qadın sınaqdır. Elə bu səbəbdən də Böyük Nizami 7 gözəl əsərində əsas sınaq mərhələlərindən birini qadınla naxışlandırır. Fitnənin öldürülməsi ilə bağlı verdiyi qərardan və onu ölmüş zənn edən şah etdiyi əməlindən sonradan peşman olur. Və günlərin bir günü Sərhəngin evinə gələndə qəribə bir mənzərə ilə qarşılaşır. Təəccüb eləyib, heyran qaldı şah. Qız öz kənizi idi. Olmadı agah. Sən demə Sərhəng Fitnənin öldürülməsi ilə bağlı aldığı tapşırığı Fitnənin yalvarışı ilə icra etməmişdi. Bəhram Şah Fitnənin vaxtı ilə ona dediklərini indi qarşısında məharət göstərən tanımadığı qadına Fitnəyə söyləyir. Öküzü qarşına yalnız gətirdim. Öz gücümcə sənə peşkəş yetirdim. Dünyada bir nəfər olar mı varsın, öküzü aşağı alsın, aparsın. Şah dedi, gücündən deyil bu əlbət. Əvvəldən etmisən bu işə adət. Vərdiş eləmisən hər il başa baş, öyrənmisən buna sən yavaş-yavaş. Ölçüb çıxarmısan belə sınaqdan, budur ki, olmursan əldən, ayaqdan. Bu məqamda cavab gecikmir. Fitnə müdrikliyini işə salaraq hökmdarına həyat məntiqini izah edir. Ədəblə söylədi. Qəribədir çox. Öküz adətlədir, gur vurmaqsa yox. Adətlə iş görür öküz qaldıran, bu başqa şey deyil, sadə bir idman. Səbəb nədir kiçik, gür vuranda sən, olmasın bir nəfər adətdir deyən. Şah dedi, şah bildi fitnədir onu danlayan. Hindli tək üstünə atıldı həmən. Yanaşıb üzündən yaşmağı açdı. Aya göz yaşından mirvari saçdı. Üzür istəyib quçdu o şimşad boyu, qız qoşa nərgizdən tökdü gül suyu. Nizami bu hadisə ilə vurğunu hökmdarlar da səhv edə bilər məntiqi üzərinə qoyaraq, hökmdarı kənizdən üzr istədir və fitnəni ona bir daha sevdirir. Söylədi, səndədir düzlük sədaqət, vəfana çox şeydir dəlil, şəhadət. Sənsə mehribanlıq eyləyən əvvəl, indi üzr istəyən xoş sifət, gözəl. Kənizindən afərin gözləyən Bəhram Şah, fitnənin idrakının, məntiqinin qarşısında düşünməli olur və özü o qiyməti fitnəyə verir. Olsun o gövhərimin afərinlər, ki var xilqətində belə bir hünər. Möbidlər çağırıb gəldi saraya, şah kəbin kəstirdi o dilbər aya. Nəşəli işrətə başladı onlar, keçdi bu tövrlə uzun zamanlar. Bəhram Şahın 5-ci sınağı ona olunan xəyanət idi. Bəhram Şahın etimadı sonunda ona vurulan zərbə ilə yekunlaşır. Hörmət etdiyi, ağlına, kamilliyinə, inandığı dostu və vəziri Nərsinin oğullarını ən baş vəzifələrə təyin etsə də, onlara güvənsə də, sonda elə onlar tərəfindən zərbə almış olur. Əslində, Nizami Gəncəvi bu məsələdə hökmdarın ayıq-sayıq olmasının vacibliyini vurğulayır. Hakimiyyət işlərini məmurlar yoluna qoyarkən Bəhram özü keyf məclislərində ömür sürürdü. Dövlətin bu cür idarə olunmasını və hökmdarın diqqətinin dövlət işlərindən yayılmasını görən Çin xaqanı vəziyyətdən istifadə edib Bəhramın ölkəsini istila etmək fikrinə düşür. Ümumiyyətlə, Nizami əsərlərini siyasi traktat da adlandıra bilərik. Çünki dövlət idarəçiliyi haqqında müfəssəl məlumatları poemaların nəqli ilə almış oluruq.
Elə 5-ci sınaq da hakimiyyət, dövlət idarəçiliyində boşluqlara yol verilərsə, fəlakət qaçılmazdır məntiq üzərində qurulub. Yad ellər siyasi immunitetin nə zaman düşdüyünü dərhal hiss edirlər. Elə bu boşluq, bu immun düşməsi Çin hökmdarı üçün Bəhram məmləkətini istila etməyə münbit şərait yaradır. Orduda olan özbaşınalıq, məmur, ordu güvəni arasındakı sədd, sistem pozulur. Bu çalıb çapmaqdan xəbər tutan şah güvənə bilmədi qoşuna eyvah. Nazla bəslənəli, nazla gəzəli, hamının davadan soymuş əli. Gördü sərkərdələr sözlə bir deyil, şahə sədaqətlə həmfikir deyil. Hər biri xəyanət eləyib ona, verirlər işindən xəbər xaqana. Pis niyyət bəsləyib padşahlarına, həyən olmuş hərə mülkü malına. Demişlər xaqana, səninlə varıq, keçdiyin yollara torpaq olarıq. Sənsən dünya şahı, xaqan, buyur, gəl. Bəhramdan şah olmaz, zərbəni vur gəl. İstəsən can verər, əlimizdə şah, əsir edək onu, istəsən hərgah. Bəhram şah xəyanətlərin fonunda geriyə çəkilmə taktikasını gerçəkləşdirir. Bu silahla vuruş gücdür, dərk etdi. Gözdən nihan oldu, xəlvətə getdi. Dünya bu tədbirdən həmən söz açdı, dedilər Bəhram gül, gur gizləndi, qaçdı. Olmadı xaqanla hərbi cürəti, qaçırdı Bəhramı onun qüvvəti. Xaqana elədi bir qasidagah ki, təxt tutacından əl üzmüş padşah. Nizami Gəncəvi taxtdan uzaqlaşan Bəhramın önünə güzgü tutur. Çin xaqanının timsalında Bəhramın özünü özünə göstərir. Çünki hakimiyyətə yiyələnən xaqan da eyni ilə Bəhram kimi hakimiyyəti dövründə eş-işrət içində məst-xumar olur. Bu səbəbdən də hakimiyyətində kobud səhvlərə yol verir. Dahi Nizami hökmdarlara hakimiyyətdə olan zaman mürgiləməməyi tövsiyə edir. Bəhram şah sonunda şahlıq titulunu özünə qaytarır. Bir gecə xaqana zərbələr vurdu. Tozunu 7-ci göyə sovurdu. Seçdi bir gecə ki qaradan qara, düşmənin gözündə döndü şahmara. Altlarında aslan, əllərdə əjdər, alıcı quş kimi həmlə etdilər. Sağ cinah çəkildi, sol cinah qaçdı, ordu mərkəzində Bəhram yol açdı. Zəfərdən ruhlanıb əzdi xaqanı, mərkəzi dağıdıb qırdı düşmanı. Necə ki Nizami sözün qüdrəti ilə şahları islah etmək istəyində olub, eləcə də əsərlərində istənilən problemi obrazlarının dilindən, sözlə, diplomatik gedişatla həll etməyi məqbul bilirdi. Ona görə də qələmə aldığı Bəhram şah ona xəyanət etmiş əyanlarını sözlə utandıraraq ədalətli olduğunu bir daha sübuta yetirir. Bəhram şahın sınaqdan üzü ağ çıxmasına səbəb idarəetmədə buraxdığı səhvlərdən, boşluqlardan nəticə çıxarması idi. Belə ki, Çin xaqanının davranışlarındakı qüsurların vaxtilə onun özündə olduğunun fərqinə varır və islah olmağı bacarır. Bəhram şahın 6-cı sınağı 7 gedişi və ya qatar sizə aparan yol haqqında danışmaq istəyirəm. Nizami Gəncəvi sənət, incəsənət bilicisi kimi özünü 7 gözəl əsərində bütün incəliklərinə qədər göstərib. Usta Simsar tərəfindən tikilən ucalardan uca Xavərnəq qəsri haqqında bu əsərdə təsvir alırıq. Nizami Xavərnəqi böyük zövqlə təsvir edir. Göy dedi, qiblədir bu xoş imarət. Yox, cin biharıdır dedir təbiət. 100 minlərlə adam yaxın və uzaq gəldi seyr etməyə, eyləyib soraq. Görənlər hüsnünə söylədi əhsən, sildi kəndarını ətəklə həmən. Şairlər Xəvərnəq, Sədeyn hüsnünə qəzəllər yazdılar hey dönə-dönə. Yəmənə Süheyli saçarkən atəş, heyran qaldı buna həm ay, həm günəş. Əsərin ortasında isə Nizami Gəncəvi bizi növbəti sənət abidəsi ilə tanış edir. Bu usta Şidə tərəfindən inşa edilmiş 7 günbəz idi. Əslində bu hissə bizə Bəhram şahın mənəvi dəyişmələrindən xəbər vermiş olur. Yəni öncəki mərhələlərdə biz Bəhram şahın siyasi idarəçilik səhvlərinin düzəlməsini müşahidə ediriksə, bu mərhələdə 7 gözəl tərəfindən nəql edilən nağıllar bölümündə həyatı reallığın məstuxmarlığından həyatın mənəvi tərəfinə keçid etməni müşahidə edirik. Bir sözlə Bəhram şah mənəvi kamilliyinin formalaşması ehtiyacını ödəmək üçün dəyərlərdən yapışır. O səbəbdən də sənət və sözlə kamilliyə çatmaq olar fəlsəfəsini dərk edərək bu qəsrin ucalmasında və 7 nağılın dinlənilməsində maraqlı olur.
daha doğrusu ruhunun ehtiyacından bu mərhələyə qədəm qoyur. Bəhram Şah 7 günbəzə dəvət etdiyi 7 iqlim qurşağının gözəllərindən Hind, Türkistan, Xarəzm, Slavyan, Məğrib gözəli, Rum, İran, bunlardan dinlədiyi hekayətlərlə islah mərhələsi boyunca hərəkət edir. O ilk qara günbəzdən başlayaraq 7 çakranın mərhələləri kimi ağ, təmizlənmə, katarsis günbəzinə qədər 7 pilləli yol gedir. Hər bir danışılan hekayət ilə biraz da yetkinləşir, müdrikləşir. Əslində 7 gözəldə nəql edilən 7 hekayə bölümü əsər daxilində avtonom bir hadisə kimi görünür. Sanki bu bölüm nə vaxtsa yazılıbmış, sonradan isə müstəqil Bəhramnamənin daxilinə pərçimlənib. Belə ki, Çin xaqanının qoşununa qalib gələn Bəhram 7 gözəlin hekayətinə qəflətən daxil olur. Sonuncu hekayətdən sonra isə yenidən köhnə mərhələyə, Çin xaqanının Bəhrama qoşun çəkməsi mərhələsinə qayıdır. Sanki bu bölüm bundan öncəki hadisələrin səs-küy yorğunluğundan qurtarmaq üçün dinclik fasiləsi, reklam fasiləsi kimi istifadə olunur. Nizami Gəncəvi Şah Bəhramı sınaqlardan keçirməkdən usanmır. Hər aşırımın, sınağın sonunda Bəhramın mənəviyyatında baş verən dəyişiklik ilə oxucusunu tanış edir. Ümumiyyətlə, Bəhram obrazı İskəndər obrazının yaratımı üçün sanki məşq idi. Birinci gün qara günbəzin qonağı olan Bəhram, Hind gözəlindən səbr etməyi təlqin edən hekayətlə tanış olur. İkinci gün Sarı Odanın sakini Rum gözəlinin danışdığı hekayət ilə sözün doğruluğunu, əməlin düzlüyünü, sadiqliyini öyrənir. Bu hekayət Min bir gecənin baş personajının həyatını özündə əks etdirir. Qadınlar sarıdan bəxti gətirməyən hökmdar nəhayət ki, Şəhrizadə bənzər müdrik qadına, özünə bənzərə rast gəlir. Baxmayaraq ki, kəniz satan şəxs hökmdara bu kənizi almağı məsləhət bilmir. Tutaq aldın onu minnətlə inan. Sabah yenə geri qaytaracaqsan. Məsləhətin budur, ondan əl götür. Özünə seç, özgə bir gözəl götür. Amma hökmdar energetik cazibəsi özünə bənzəri özünə çəkir. Çünki süzdü kənizləri bizim müştəri xoşuna gəlmədi ancaq heç biri. Əslində bu kəniz hökmdarın güzgü əksi idi. Ümumiyyətlə, danışılan bütün hekayətlər Bəhramın öz həyat tərzi olaraq önünə tutulmuş güzgü əksi idi. Sanki bu 7 xanım Bəhramın yaddaş kartı olaraq onu səhvlərinə doğru aparıb, keçdiyi yolları ona yenidən nəql edib, yaşa dolan, gəncliyini eş-işrətdə keçirən hökmdarın önünə tutulmuş bir ayna funksiyasında görünürdü. İkinci günbəzdə biz hekayət içində hekayətə, yeni qapıya rast gəlirik. Süleyman və Bilqeysin hekayəti qadınlara qarşı güvən etmiş hökmdarı özünə gətirir, onu silkələyir. Tanrı hüzurunda doğru danışmaq əlsiz, ayaqsıza şəfa verir. Bax, deyir şair. Nəql olunan bu hekayədə tərəflər bir-birinə çox sual verir. Hətta hekayə içində hekayədə ər və arvad bir-birinə sual verməklə və doğru cavab almaqla həqiqətə yetmiş olur. Bu əslində Nizami Gəncəvi tərəfindən kişi və qadın psixologiyasını açmaq üçün istifadə edilən maraqlı bir ədəbi priyomdur. Verilən suallara doğru cavab tapmaqla düzgün ahəngə, harmoniyaya qayıdış baş verir. Ümumiyyətlə, dahi Nizami heç bir tərəfkeşlik etmədən qadın və kişi psixologiyasını çox gözəl, mükəmməl şəkildə açır. Söylər gözəllərdən, doyur tez nədən? Könül xoşlayanı o sevməz nədən? Vurmaz kimsə ilə bircə ay başa, çıraq nuru verər hər qələm qaşa. Deməklə şair o dövrü üçün yeni bir mətləbə münasibətini bildirir. Bu məsələ çox arvadlıq məsələsi idi. Nizami monolit ailələri tərcih edən cəmiyyətin övladı idi əslində. Bu ab-hava tərbiyələnmişdi, o bu ab-havada tərbiyələnmişdi. Ərəb dünya görüşünün gətirdiyi çox arvadlıq prinsipini qəbul etmirdi. O, günlərini hərəmxanalarda keçirən, bir qadından digərinə asanlıqla gedən xəstə kişi psixologiyasına məntiqi açılış verə bilmirdi. Türk miflərimizdən dastanlarımıza qədər Azərbaycan qadını Azərbaycan kişisinin yeganəsi idi. Biz Kitab-ı Dədə Qorqud dastanının bəy personajlarını bir neçə qadın əhatəsində görmürük. Orada bir nəfərli idi. Həmin bir nəfər yüzlərin içindən seçilirdi. Nizami ərəbdən gəlmə dırnaqarası əxlaq kodeksini ağlına hopdura bilmir. Çünki bu gəlmə adət onun genetikasına hopmuş adətdən olduqca fərqli idi. Demək olar ki, 7 gözəlin nəql etdiyi bütün hekayətlərin altyapısında həm də bu mövzuya münasibət dayanır. Nizami İskəndərnamədə də bu mövzuya yenidən toxunaraq, sənə bircə dilbər edər kifayət, tək qalar çox arvad alan nəhayət söyləyir.
Üçüncü günbəzin Xarizm gözəlinin hekayəti Bəhram Şaha taleydən, qismətdən qaçmaq olmaz həqiqətini təlqin edir. Slavyan qızının 4-cü qırmızı günbəzdə nəql etdiyi hekayət elm və biliyin vacibliyini Bəhram Şaha öyrədir. Hekayətin şəhzadə qəhrəmanı sıradan biri ilə, qolu qüvvətli olub kamilliyi olmayan birisi ilə nigaha daxil olmaq istəmir. O səbəbdən də atasından xahiş edərək uca dağın zirvəsində qəsr ucaldır və oranı özünə mənzil edir. Qala yolunu tilsimlərlə, tikanlarla əhatələyir, öz təklik mağarasında həqiqətinə çatmaq istəyir. Nizami bu hekayətin qadının zəki, bilikli, savadlı olaraq təsvir edir. Bu hekayətin qadınını. Bilik toplamaqdır hər zaman işi, bu qadın elə bil kişiydi, kişi. Bundan öncə gözəllərin təsvir etdiyi qadınlarda vizual təsvirlər öz əksini tapırdısa, üçüncü hekayədən başlayaraq biz mənəvi tərəflərin də təsvirinə keçid olduğunu müşahidə edirik. Üçüncü hekayədə tərəflərə yaraşan güvən keyfiyyəti, dördüncüdə isə savadlanma, bilik toplama keyfiyyətləri önə çıxarılır. Nizami Gəncəvi qadının savadlanmasını, elmlənməsini ilk dəfə dilə gətirən dahilərdəndir. Onun dövründə mədrəsələr yalnız kişilərin üzünə açıq idi. Qadınlar kəniz sayağı, qulluqçu sayağı tərbiyələnirdilər. Nizami isə qadını mükəmməl biçimdə görmək istəyirdi. O səbəbdən də hekayə tərəzisin qolları üzərində dayanan qadın kişi qütbünün ağıl məxrəcində tarazlığını göstərmək üçün xüsusilə işlənmişdi. Qəribədir ki, Nizamidən bəhrələnən və Nizamidən sonraki əsrdə dünyaya gələn Marağalı Əhmədi qadın hüquqları, qadının savadlanması konusunda Nizamidən fərqli fikir sərgiləyirdi. O qadını yalnız ailə ocağının qoruyucusu olaraq qəbul edir və qadını elmin, savadın kəndarında saxlayırdı. Slavyan qızının danışdığı rəvayətin qadın personajı gücü ilə bərabər ağla, kamala, savada sahib bir bəyə könül verəcəyini elan edir. Belədir birinci şərtimiz. Ad, san. Gözəllik, igidlik, bir tərəfdə şan. İkinci, kamalı, möcüzlər saçsın. Yolun tilsimini əqli ilə açsın. Üçüncü, tilsimi açdı mı dərhal. Çatsın imdadına, düşüncə, xəyal. Qala qapısını tez nişan versin, damdan yox, yanıma qapıdan girsin. Dördüncü, qurtarsın bir-bir şərtləri. Durmasın, şəhərə qayıtsın geri. Atam sarayında, yenə bu minval, ondan eyləyərəm bir neçə sual. Şərtimi yerinə hər kim yetirər, olacaqdır mənə bir sevimli ər. Hekayənin kişi qəhrəmanı gücünə, qüvvətinə güvənsə də tilsimləri açmaq üçün müdrikin yardımına ehtiyac durur. Biz müdrik axtarma məqamına İskəndərnamədə də rast gəlirik. Bizim qəhrəman da müdrik məsləhətində istifadə edərək çətinliyin öhdəsindən gələ bilir. Firuzə rəngli günbəzin gözəli 5-ci İqlim padşahının qızının hekayəti isə hökmdara nəfsinə sahib olmaq dəyərini təlqin edir. 6-cı günbəzin Rum gözəli hökmdara dostu düşməndən seçməyi, 7-ci Ağ günbəzin İran gözəli isə qida nəfsinə son qoymaq haqqında hekayət danışır. Nizami Gəncəvi şirin nağılların ağuşunda olan hökmdarını xəyallar aləmindən ayıraraq reallığa gətirib onu ölkənin problemlərinin həqiqətləri ilə üz-üzə qoyur. Bəhram Şahın nağıllar vasitəsilə bəsirət gözü açılaraq ölkənin idarəçiliyində yol verdiyi yanlışlıqları daha aydın müşahidə edir. Sonda isə bütün dövlət işlərini nizama qoyan Bəhram Şah 60 yaşında bir mağaraya çəkilərək mistik şəkildə qeyb olur. Bir zaman onu mağaradakı xəzinəyə doğru aparan Gür, indi Bəhrama gör yerini göstərir. Bir sözlə, Bəhram Şahın ilk sınağı xəzinə idi, bu yolu ona Gür göstərmişdi. Bu xəzinəni mağara divarları arasında tapır. Sonda isə biliklə, bacarıqla, həyat təcrübəsi ilə özü xəzinəyə çevrilən hökmdar mağaraya əbədi olaraq daxil olur. Yayları buz kimi sərindən sərin. Bir mağara vardı olduqca dərin. Rəxnə idi hər yana, xeyli qorxulu, kimsənin oraya düşməmiş yolu. Gül igidlər kimi içəri girdi, şah da arxasınca, o sanki şirdi. Girdi. Bu yer ona pərdadar oldu. Mağara padşaha sanki yar oldu. Dahi Nizami obrazlarına doğumundan ölümünə qədər yol yoldaşı olur.
Biz personajların həyat hekayəsini, gənclik çılğınlığını, axıl dövrünün müdrikliyini addım-ba-addım hiss edirik. Obraz bizim gözlərimiz önündə böyüyür. 7 gözəl şairin özü tərəfindən də mistik poema adlandırılırdı. Elə bu səbəbdən də bu poema ondan öncəkilər Xosrov və Şirin, Leyli və Məcnun ölüm hadisəsi kimi real yekunlaşa bilmir. Mistik nəsnələrlə əhatələnir. Bəhram öncəki obraz sələflərindən fərqli olaraq məchul və sirli ölüm yoluna qədəm qoyur və mağarada qeybə çəkilir. Nizami Gəncəvi mağara səhrəsində Bəhram Şahın ora keçidi ilə Məhəmməd Peyğəmbərin mağaraya çəkildiyi zaman mağara girişinin hörümçək toru ilə hörülməsi məsələsində mistik uzlaşma yaradıb. Qeyb olunma səhnəsində isə obrazını Xızırlar, İsalar məqamı ilə eyniləşdirir. Bir sözlə Nizami Gəncəvinin mistik hekayələr toplusundan ibarət nağılı, poeması Bəhram Şahın müdriklik qapısını döyərək ali, bütöv mütləqə çatmasıyla yekunlaşır. Müəllif Günel Eyvazlı, mənbə Nizami 880 ilin Öməzliyi kitabından. Bakı 2021-ci il Azər nəşriyyatı.